Yolumuzun üstünde Baku restoranı tapdık. Big elephant and baby elephant. İşte hafta içinde sonra demiş böyle mən. Yazıq. Osman niye bular? Bangkokunun səs-küy və xaosundan sonra növbəti hədəfimiz Phuket idi. Düşündük ki, burada sakitlik tapıb dənizin, günəşin dadını çıxardacağıq. Amma burada da həyat düşündüyümüz qədər sakit deyilmiş. İndi isə gəldik Phuket'in ən qaynayan çimərliyinə, Patong Beach. Hello. Hello. Qabaqda. Gəlin xərcləyin, yığmayın, altınıza yığmayın. Özüm ön deyirəm. Bilinmir sabah nə olasın. Gəlin, gəlin. Göstər bırak, göstər görsünlər. Phuket əsasən gözəl çimərliklərlə tanınır. Burada Patong Beach, Kata Beach və ya Karon Beach kimi məşhur yerlər var və hər birinin də öz ab-havası var. Bəziləri daha sakit, bəziləri isə daha canlı və hərəkətlidir. Bangla Road, Patok çimərliyində yerləşən əsas piyada küçəsi və Phuketin gecə həyatının mərkəzidir. Gün batımından sonra burası yüzlərlə bar, gecə klubları, küçə çıxışları və şoularla dolu səs-küylü bir məkana çevrilir. Əgər Phuketdən əyləncəlik və çılğın gecəni keçirmək istəyirsinizsə, Bangla Road sizin ilk, bəzən isə yeganə dayanacağınız olacaqdır. Ama da o kadar fırlamırsan da. Gözü istəyəcəksən. Tut. Belə. Yok. Olur. Belə. Yerindən götürənə deyir, aga. Çok az. Yani gözün istəyirsən de yavaş. Yani. You need our number. Number. Do you need our number? Should I write you something? Yes. Okay. Okay. So. Okay. Yeah. This. Yes. Okay. O SS sabitlərini oxşardı. Yolumuzun üstündə Baku restoranı tapdıq. Adın ne? Ali Bey. Ali Bey. Evet. Ali Bey. Tanıştırdım Ali Bey. Ben de memnun oldum. Şahbalat.
Şaka desem şaka olurdu zarafatı. Çok heyecanlı. Şahmalan. Vüsal. 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 Tanıtıma çok memnun oldum. Biz de memnun olduk. Sağ ol. Eyvallah. Nasıl gidiyor tatiliniz? Her şey yolunda? İyi. Buyurun çay kahve bir şey ısmarlayın. Çay ısmarlayın. Gidiyorduk böyle gördük dedik bir duralım. Her zaman beklerim. Menüye de bakmak isterseniz yemekleriniz zaten bildiğiniz yerlerde. Evet, çok güzel de. Burada yabancılık çekerseniz eğer yemezseniz bazı şeyleri. Çünkü Van yemekleri çok da şey değil. Sağlıklı Yiyemiyoruz değil. ya zaten. Evet, belli. Siz bir de vücutçusunuz, seviyorsunuz yemek yemeyi. Sizin için burada bol bol et yemeklerim, her şeyim var. Fiyatları da gayet uygun. Pidelerim var, et yemeklerim var. Ne zaman gelirseniz çay sizin için ücretsiz. Her zaman gelip içebilirsiniz. Geri dönüşte mutlaka Her uğrarız. zaman bekleyin. Bekleme şey yapmanıza gerek yok. Sadece gelin çay için muhabbet edelim. Eyvallah. Sağ Tamam. olasın. Biz şimdi başladık. Geri dönünce uğrarız mutlaka. Tamam. rotamız her var. zaman Tamam. bekliyorum. Görüşürüz. Memnun Kendinize iyi oldum bir de. bakın. Bir de sağ olun. Ben de memnun oldum. Görüşürüz. Görüşürüz. Hadi. I take photo with elephant, big elephant and baby elephant. 700 baht. It is your elephant. You paid this elephant. Not big. Whose elephant is this? Not me. Not Man. yours? Yeah. And only man. You want? Burada kahramanımız var. Bərk sürmür uşaqlar, bərk sürmür. Yarım şapkası getdi. Sonradan Olay faydalı yaptırır da. Sıyrılıbsan ha. Sür getdin. Qala qala, həbə sənə kim yığışdırız? Bu isə böyük Budda məbədidir. You can use the habit, like normal slide like this. You do it by yourself, okay? And this one. Clean, Okay. and then put the cream and cover. Okay. I'm okay. I'm alive now. Yo, Hakim Vüsal. təcili yardımda işləyir. Yaxşıdan bir dənə bura. Orası için lazım bir Vüsal. Bir tane bas. Öyle. Onun aşağıda hep. Geç. Mən balıq istəyirəm. Balık mı istiyorsun? Yağlı. Osman niye bunlar yemiyorsun? It's okay. Ben bunlar niye yemiyorsun? Ben bunları diri diri tutuyorlar. Balıq gözləyək. Başa şuraya balıq yemiş, balıq göstərək. Okay. 3% now? Yes. 3, 4, 7.ไม่รัดใครแล้วรัดไป
20 baht. Okay. นะขอบคุณค่ะ โอเคครับ Okay, we're cooking everything for you. You can choose barbecue, fried garlic, Barbecue. barbecue. Yeah. We have Can we see? O birlər hanı? Öyle de. Öyle bu. Götür, elə bu. O birləri də gətirir. Puketdə görməli yerlər kifayət qədərdir. Məsələn, mütləq getməli olduğunuz Fifi və James Bond adalarına turlarla gedə bilərsiniz. Şəffaf suyu, ağ qumlu sahilləri ilə məşhurdur. Wat Chalong məbədi adanın ən məşhur məbədlərindən biridir və yerli insanlar üçün önəmli sayılır. Phuket Old Town isə fərqli küçələri və fərqli memarlığı ilə seçilir. Gəzmək üçün maraqlı bir yerdir. Big Buddha isə adanın əsas simvollarından biridir. Amma biz gedəndə təəssüf ki, bağlı idi təmir və təhlükəsizlik səbəblərinə görə. Nə qədər razısam, nə təqdirlər. Almanya'dan yaxşıdır. Əsas qiyməti ucuz olsun. Gəlmişik. Başımızı vurdurmağa. Uşaqlarımızın qəşəng başında işləyirlər. Necə hisslər keçirsən bu son qardaşımız? İstidir. Sən hardasan? Deməli, saç kəsimi 400, saqqal kəsimi 300 baht, hardasan? 10 euro. 18. Hardasan? 18 manat filan təksir saqqal. Əslində bahadır. Turistik zonası olduğumuz. Deməli, bu da qaldığımız ev. Biraz ev yuxarıdaydı, ağzı yuxarı qalxmaq lazım idi. Amma ümumi olaraq ağaçlıqların içində çox gözəl bir mənzərəsi var. Gördüyünüz kimi burada balıqlar düzür. Görsən, çox qəşəngdir, amma burada bir balaca şəlaləsi var. Amma həşəratlar dəyişə çoxdur, bilməm meşəlik ərazi olduğuna görədimi, nədimi. Ev seçimi edərkən, əgər dənizin yarısı yanında göstərirsə belə, dəqiqləşdirin ki, ağzı yuxarı qalxmışsın. Tamam. Buradan belə qalxsan qəşəng. Deməli bu evdir, mətbəxli, balaca bir mətbəxi var. Buradan birbaşa balkona çıxır. Burada da qəşəng mənzərəsi var. Deməli, bura bir yataq otağı. Burada qəşəng mənzərəsi var şölə. Burada yuxarı mərtəbəsi, burada da daha bir yataq otağı. Burada da qəşəng divanı, burada tutmaq olar. Bu da ikinci yataq otağı. Belə, bura verdik hardasa, səhv eləməmsə, cəmisi 4 gecə 90 euro. Hardasa 170 manat falan civarında. Amma bir dənə yeri biraz yuxarı qalxmaq lazımdır, adam yorur, amma ümumi olaraq ev çox geniş və əladır. Bəli, bugün yolumuz Koh Samui adasıdır. Ona görə növbəti hədəfimiz Koh Samui'dir.